2 dənə çevre tənliyi verilmişdir. Tənliklər deməli verilmiş çevrələr arasındakı ən qısa məsafə bizdən tələb olunur. Çevrənin tənliyini x çıxılsın a-nın mötərizə kvadratı üstəgəlsin y çıx b-nin mötərizə kvadratı bərabərdir r kvadrat şəklinə gətirək. Mərkəzin koordinatları ilə radiusları tapaq buradan. Birinci tənlikdə x kvadrat çıxılsın 4x üstəgəlinsin. Tam kvadrat ayırmaq üçün burada 2 vur 2 vur x şəklindədir. Deməli 2-nin kvadratını 4-ə əlavə edib çıxıram. Üstəgəlsin y-nin kvadratı üstəgəl 18y. Burada 2 vur 9 vur y-də. Deməli 81, 9-un kvadratı 81-ə əlavə edib çıxıram 81-i. Üstəgəlsin 81 də vardır. Burada 1 bərabərdir 0-a. Müsbət mənfi 81-lər gedir. Bu hissə müxtəsər düsturlarını verir bizə. Deməli alıram x çıxılsın 2-nin mötərizə kvadratı üstəgəlsin y üstəgəl 9-un mötərizə kvadratı bərabərdir. Mənfi 4-ü də sağ tərəfə keçirsək olacaq müsbət 4. Deməli mərkəzin koordinatları oldu 2 mənfi 9. Radius isə oldu 2. Yəni 4 2-nin kvadratıdır. Digər tənliyi sadələşdirək. X kvadrat üstəgəlsin 6x-dir. Üstəgəlsin deməli olacaq burada 2 vur 3 vur x-dir. 3-ün kvadratı çıxıram 3-ün kvadratını. Üstəgəlsin y kvadrat çıxılsın 6y. Yenə də 2 vurulsun 3 vurulsun y-də. Deməli burada olmalıdır 9. 9 elə burada var da əlavə etmirəm. 9 bərabərdir 0. X üstəgəlsin 3-ün mötərizə kvadratı, üstəgəlsin y çıxılsın 3-ün mötərizə kvadratı bərabərdir. Deməli bu hissə müxtəsərdir, bu hissə də müxtəsərdir. Qalır mənfi 9, mənfi 9-u da sağ tərəfə keçirsək olacaq müsbət 9. Mərkəzin koordinatları mənfi 3, müsbət 3 və radius da 3-ə bərabərdir. Mərkəzlər arasındakı məsafələri tapıb radiusların uzunluqlarını buradan çıxmaq lazımdır. Yəni 2 çıxılsın mənfi 3 kvadratı üstəgəl mənfi 9 çıxılsın 3-ün kvadratı kökün altında. Bu olur mərkəzlər arasındakı məsafə. 2 üstəgəlsin 3-ün kvadratı üstəgəlsin mənfi 12-nin kvadratı kök altında bərabərdir. 5-in kvadratı 25, üstünə də gəlsin 144 bərabərdir kök altında 169 və buradan da alaraq 13. Və mərkəzlər arasındakı məsafə 13-dür. Radiuslar da 2 və 3 olduğu üçün 13-dən çıxıram 2-ni və 3-ü. Qalır 8. Deməli bu çevrələr arasındakı ən qısa məsafə 8 olacaq.